Türk dünyasından bağlı olan simpoziumlardan biri keçirilir. Oğuzların ortaq kültürü, dünəni, bugünü və gələcəyi ilə bağlı. Əlbəttə, türk xalqlarının bir-birinə daha da yaxınlaşması, bu istiqamətdə simpoziumların keçirilməsi olduqca vacibdir. Bugünkü simpoziumda da məhz Oğuz türklərinin mədəniyyəti, fəlsəfəsi, ədəbiyyatına yönəlik fikirlər səsləndirilir. Əslində, Oğuz türklərinin qədim dövrlərdən bircəliyi vardır, ancaq zaman-zaman müəyyən dövlətlər yaranır və bu dövlətlərin mahiyyətindən bağlı fərqliliklər də ortaya çıxır. Bu bütövlükdə Oğuz türkləri istər Türkistanda, Azərbaycanda, Kərkükdə, Hələbdə, yaxud da Anadoluda yaşasın, müxtəlif coğrafyalarda yaşasalar da eyni adət-ənənələri, fəlsəfəni, örfləri daşımaqdadırlar. Bu kimi simpoziumlarından da türk xalqları müxtəlif şəhərlərdə, dövlətlərdə, coğrafyalarda yaşayan türk xalqları bir daha yaxınlaşırlar. Əlbəttə, milli aydınların üzərinə düşən əsas vəzifə də məhz xalqların bircəliyidir. Yəni, yuxarıdan aşağıya yox, aşağıdan yuxarıya doğru xalqlarımızın daha da birləşməsidir. Bütün türk böyüklərinin məhz ortaq mirasımız olmasın, yaxud da ədəbiyyatımıza, fəlsəfəmizə aid olan bilgilərin də ortaq olması vacibdir. Bu anlamda simpoziumun işlərinə uğurlar arzu edirik. Var olun, sağ olun.